Əgər çoxdan da arzuladığınız bədən quruluşuna malik olmaq istəyirsinizsə, ağ çörəkdən istifadəni minimuma endirməlisiniz. Niyə? İndi deyəcəm. Ağ çörək bəzi insanların vazgeçilməzidir. Yəni onlar həyatlarını çörəksiz təsəvvür belə eləyə bilmirlər. Və çox insandan eşitdiyim bir söz var. Mən çörəksiz doymuram. Bunu rahat şəkildə deyə bilərəm ki, şəkərdən sonra bədənimiz tərəfindən tərkibində olan şəkərləri ən rahat mənimsənilən qida vasitələrindən biri ağ çörəkdir. Yəni tərkibində olan şəkərlər qanımıza o qədər sürətli keçir ki, biz heç onları bəzən xərcləməyə vaxt belə tapa bilmirik. Belə bir anlayış var, glikemik indeks anlayışı. Yəni tərkibində şəkərlər olan məhsulların tərkibindəki şəkərin bədənimizdə qanımıza keçmə sürətidir glikemik indeks. Və inanın ki, ağ çörəyin glikemik indeksi təxminən 80-85-ə bərabərdir. Şəkərin glikemik indeksi isə 100-dür. Görün necə yaxın rəqəmlərdir. Demək olar ki, şəkərdən istifadə edirsiniz. Glikemik indeksi yüksək olduğu üçün bəzi insanların iştahını idarə edə bilməməyinin də əsas səbəbkarı ağ çörəkdir. Ağ çörəkdən idarəsiz və uzun müddətli istifadə bağırsaq problemlərinə gətirib çıxardır. Ağ çörəyin tərkibində olan gluten bağırsaq xovlarımızı bloklayaraq yediyimiz qidalardan alacağımız mikroelementlərin, makroelementlərin normal şəkildə bədənimizin bir parçasına çevirməyinin qarşısını alır. Əgər sizə bu mövzuda olan videolar maraqlıdırsa və daha çox görmək istəyirsinizsə, kanalımı izləyib bu videonu bəyənə bilərsiniz.